Əli əleyhissalamın əzəmətinə baxın. Heç kəs əlinin boynunu aşağı əyənmədi. Amma Allah qabağında necə deyir? Mevlaya ya Mevlay, entəl Mevla və ənəl abd və həl yərhamul abdə illəl Mevla. Sən Mevlasən, mən bəndiyəm. Bəndiyə ağasından başqa kim rəhm eləyər? Mevlaya ya Mevlay, entəl kəbiru və ənəs səğir və həl yərhamus səğirə illəl kəbir. Sən böyüksən, mən kiçiyəm. Kiçiyə böyüdən başqa kim rəhm eləyər? Entəl azizu və ənəz zəlil və həl yərhamuz zəlilə illəl aziz. Mevlaya ya Mevlay, ey mənim Mevlam, sən əzizsən, mən zəliləm. Zəlilə əzizdən başqa kim rəhm eləyə bilər? Bax, bu münacat zamanı olan bu təvazökar hal izzət verir, ucalıq verir.